Trump'ın dili, üslubu rəncidə edicidir, bəli. Trump'ın dili, üslubu ütülü deyil, bəli. Trump yeni bir ideoloji xəttin təmsilçisidir və şəxs deyil, funksiyadır. Orada ideoloq və Amerikanın gələcəyi Vance'dir. O ideoloqdur, onun çox gözəl bir kitabı var. Və bestsellerdir, 23 milyon ekzemplar satılıb bugünə qədər. Məsələn, mən çox məsləhət görərəm bizim izləyicilər alsın, oxusun onu. Kasıb ailə, əsl Amerika arzusunun təcəssümüdür də. Kasıb ailədən çıxıb, anası narkoman olub, atası bunları atıb, gedib hərbidə İraqda vuruşub. Sonra öz biliyi ilə, bacarığı ilə gedib 2 universitet bitirib. Ondan sonra siyasi karyera qurub, bu gün Amerikanın vitse-prezidentidir. Bu əsl Amerika arzusunun təcəssümüdür. Yəni, bax, bu insanın ideoloq kimi, onun dediklərinə daha çox mən fikir verirəm. Trump iş adamıdır və tez işləri deals deyirlər də, Azərbaycanca onun anlaşmanı tez bitirməyə çalışır. Amma Vance daha uzaq siyasətini göstərir və dünya artıq anlamalıdır ki, bir inqilabi transformasiyadan keçirik.